Salam hər kəsə. Növbəti test izahımız sözün həqiqi məcazi mənası, tək mənalı, çox mənalı sözlər, terminlər, arxaizmlərlə bağlıdır. Başlayaq birinci sualdan. Deyir, verilmiş nümunədə nöqtələrin yerinə hansı söz daha çox uyğundur? Əl sözü, bir də topa. Bu sözlərdən uyğun olmalıdır. Əl çatmaq, sözü çatmaq, əl çatmaq, sözü çatmaq, bir də topa çatmaq. Topa çatmaq ola bilər, yəni gedib topa çatmaq, top harasa düşür, onun arxasınca gedib çatmaq, amma əl çatmaq, sözü çatmağa uyğun deyil. Ona görə A-nı çıxırıq. Daha sonra əl atmaq, sözü atmaq, topa atmaq. Burada isə əl atmaqda, məsələn, deyir ki, biri var, yəni kiməsə kömək eləmək mənasında ola bilər. Bir də hər hansısa bir işə əl atmaq, yəni hər hansısa bir işə girişmək mənasında ola bilər, var bu. Sözü atmaq yox, söz atmaq ola bilər. Məsələn, nəyəsə bir yəni işarə vurmaq mənasında, üstü örtülü şəkildə, yəni söz atmaq. Topa atmaq bu uyğun deyil, ona görə B-ni çıxırıq. Daha sonra tutmaq, əl tutmaq, kömək etmək mənasında, sözü tutmaq müxtəlif mənalarda olur. Bir var, deyirlər, sözü göydə tutdu. Bu mənada ola bilər. Yəni, dediyin sözü tez başa düşdü. Və yaxud da sözü tutmaq, yəni sözü düz gəlmək, bir-birlərindən sözü düz gəlmək mənasında ola bilər. Daha sonra topa tutmaq, məsələn, topa tutmaq, daşqalaq eləmək mənasında və yaxud da tənqid eləmək mənasında, yəni bu mənalarda işlənir. Göründüyü kimi tutmaq sözü hər üç mənada işləndi. Əl yetmək, sözü yetmək, topa yetmək uyğun deyil. Əl almaq, ələ almaq olsaydı olardı. Əl almaq olmur, sözü almaq, topa almaq bunlar da uyğun deyil. Qalır cavabımız C variantı. Daha sonra köynəyin, çayın, ağacın. Bunların hər birinin qolu. Köynəyin qolu, çayın qolu, ağacın qolu bunlar düzdür. Məsələn, köynəyin kökü və yaxud da çayın kökü olmur. Daha sonra köynəyin ayağı olmur. Köynəyin başı, bu da düzgün deyil. Və yaxud da köynəyin gövdəsi, bunlar da düzgün deyil. Baş bədənin tacıdır, gözlər onun daşqaşı. Altına xətt çəkilmiş sözlər leksik baxımından nə sayılmalıdır? Başla göz, bunlar çox mənalı sözlərdir. Köhnəlmiş sözlər cərgəsini müəyyən eləyin. A variantında vətən, tarix, şəkər, burada çox ümumilikdə sözlərdir, köhnəlmiş söz yoxdur. Sayru xəstə deməkdir, əsən, sağ-salamat, ayıtmaq da demək mənasındadır. Bunlar köhnəlmiş sözlərdir. C variantı çörək, xoşbəxt, övlad, gümrah, ötkün, düşüncə, naxoş, sağlam, zəif, bunlarda köhnəlmiş sözlər yoxdur. 5-cidə yenə köhnəlmiş sözlər istəyir. Cəhrə yun ayırmaq üçün alətdir. Amma məktəb, aşıq, bunlar ümumilikdə sözlərdir. B variantında canlı, tədris, bunlar ümumilikdə sözlərdir. Ozan, aşıq mənasındadır burada. C variantında yasavul, daha sonra yüzbaşı, nəsnə. Bunlar köhnəlmiş sözlərdir. Nəsnə əşya mənasında işlənir. Yasavul qaravulçudur, yüzbaşı da, yəni burada inzibati vəzifə ilə bağlıdır. Qalır cavabımız C variantı. Mədrəsə əvvəllər mollaxanalar, mədrəsələr olurdu. Ali təhsil müəssisəsi, yəni vəzifəsində olurdu. Daha sonra neft, məsələn, aylıq, bunlar ümumilikdə sözlərdir. Fikir, qayalıq, darvaza, bunlar da ümumilikdə sözlərdir. Quru sözü hansı birləşmədə məcazi mənada işlənmişdir? Quru odun həqiqətən də olur da, həqiqi mənadadır. Quru dəsmal, yəni yaş yox, quru. Quru maddə, quru çörək. Bunlar həqiqi mənadadır. Quru adam deyəndə, məsələn, deyə bilərik, o mənimlə, məsələn, quru davranırdı. Quru, daha sonra quru adam. Bu, yəni həqiqi yox, məcazi mənadadır. İnsan necə quru ola bilər ki, yəni həqiqətən. Qalır cavabımız D variantı. Quru odun, quru adam birləşmələrindəki quru sözü aşağıdakılardan hansına aiddir? Quru odun həqiqidir, bayaq dedik. Quru adam isə məcazidir. Deməli, bu çox mənalı söz mənasındadır. Yəni, bir növ soyuq. Quşun qanadı, bir də təyyarənin qanadı birləşmələrindəki qanad sözü aşağıdakılardan hansına aiddir?
Quşun qanadı təyyarənin qanadı. Quşun qanadı həqiqidir, təyyarənin qanadı isə məcazidir. Buradakı qanad sözləri də çox mənalı, yəni sözdür. Biri həqiqi, biri məcazi mənalı olur. Ağır və iti sözləri hansı cərgədə həqiqi mənada işlənmişdir? Ağır gün məcazi mənadadır. Yəni pis, ağır gün. İti söz bunlarda məcazi mənadadır. Ağır daş, yəni daş həqiqətən ağır olur, ülgüc də iti olur. Bunlar həqiqi mənadadır. Ağır söz, iti göz, ağır cəza, iti yaddaş məcazidir. Ağır xasiyyət, iti baxış bunlar da məcazi mənadadır. Köhnəlmiş sözlər cərgəsini tapın. A variantında qovun, xırda, çimərlik, ümmüşlük sözlərdir. Daraq, qamçı, qapı, daha sonra ələk, köynək, yataq. C variantında xəstə, loğman, otaq. Burada loğman məsələn həkim mənasında köhnəlmiş söz ola bilər. Y variantıdır cavab. Xış alətdir, yəni şumlamaq üçün istifadə olunurdu. Yasavul da köhnəlmiş sözdür, aytmaq da demək mənasındadır. Köhnəlmiş sözlər cərgəsini yenə istəyir bizdən. Təhnə, tanıq, vəl. Təhnə xəmir yoğurmaq üçün istifadə olunur. Daha sonra tanıq şahid mənasındadır. Vəl də o da yəni döymək üçün istifadə olunan bir alətdir. Qalır cavabımız A. Gözəl, qəşəng, yaraşıqlı. Burada yəni ümmüşlük sözlərdir. Divan, bağ, ocaq, rəndə, baca, bulud, toplama, vurma, çıxma. Hansı cümlədə məcazi mənada işlənmiş söz vardır? O şirin çörəyi xoşlayır. Şirin çörək həqiqidir. Soyuq su, bu da həqiqidir. Arif şirin çay içib həyata düşdü. Şirin çay həqiqidir. Onların arasında soyuq münasibət var idi. Soyuq, yəni münasibət necə soyuq ola bilər? Soyuq hava olsa, Y variantındakı kimi bu həqiqidir. Amma soyuq münasibət məcazi mənadadır. Qalır cavabımız D variantı. Şirin sözü hansı cümlədə həqiqi mənada işlənmişdir? Şirin danışıq məcazidir. Üzündə şirin təbəssüm var idi. Bu da məcazidir. Şirin xatirə məcazi mənadadır. Y variantında şirin çay, yəni çay həqiqətən də şirin olur da. Bu həqiqi mənadadır. Qalır cavabımız Y variantı. Bulağın gözü, körpənin gözü. Körpənin gözü deyəndə həqiqi mənadadır. Bulağın gözü isə məcazi mənadadır. Bu isə yəni çox mənalı sözdür bunlar. Hansı sırada çox mənalı söz işlənmişdir? Ayın işığı, bir də may ayı. Ay birincidə peyçdir, yəni göydəki ay. May ayındakı da may ayı, fevral ayı bu mənadadır. Bu yəni ayların, yəni məna tayların bir-birindən heç bir əlaqəsi yoxdursa, deməli bunlar homonimdir. Anı çıxırıq. Kür çayı, şirin çay, bir içdiyimiz çay, bir də axan çay. Bunlar da homonimdir. Uşağın üzü, suyun üzü. Bunlar arasında, yəni çox mənalı sözlərin mənasında bir-birinə yaxınlıq olur. Uşağın üzü, bir də suyun üzü. Bunlar çox mənalı sözlərdir. Mil düzü, sözün düzü. Mil düzü, düz, düzənlik mənasında. Bir də sözün düzü, yəni düz söz. Yəni həm də burada nitq hissələrinə görə də ayrıdır. Homonim də ayrı, yəni başqa nitq hissələrinə aid ola bilər. Birində sifətdir, digərində isimdir. Bunlar homonimdir. Yaş ağac, uşağın yaşı. Necə? Yaş ağac, yəni quru yox, yaş ağac. Bir də uşağın yaşı da, yəni bunlar da homonimdir. Daha sonra 16-da çox mənalı sözlər cərgəsini müəyyən edin. A variantında ayaq. Məsələn, bir insanın ayağı burada həqiqi mənadadır. Bir də məsələn, kəndin ayağı burada çox mənalı söz kimi məcazi mənada işlənir. Ətək, bir bildiyimiz ətək, bir də məsələn, dağın ətəyi burada məcazi mənadadır. Çox mənalı sözdür. Daha sonra kök. Kök həm yəni homonim kimi işlənə bilər, həm də çox mənalı söz kimi işlənə bilər. Çox mənalı söz kimi məsələn deyir hadisələrin kökü, məğzi. Bu mənada yəni çox mənalı, məcazi mənada işlənən çox mənalı söz ola bilər. Ağız da məsələn bıçağın ağzı, burada da məcazi mənada çox mənalı ola bilər. A variantı doğrudur. B variantında məsələn top, ay, günəş, tar. Burada günəş heç əlaqəsi yoxdur. Tar homonimdir. Bir çal, yəni musiqi aləti kimi, bir də yəni toyuqların çıxıb yatdığı yer mənasındadır tar. Daha sonra ay da homonimdir, çox mənalı deyil. B-ni çıxırıq. C variantında atla tutub bayaq da demişdik. Məsələn, atmaq
Ola bilər, məsələn, həbsə atmaq ola bilər və yaxud da ki, pis vərdişlərə atmaq mənasında ola bilər, çox mənalı kimi. Tutmağı demişdik. Tutmaq məsələn sözün məsələn insanların bir-birindən sözünü tutmağı və yaxud da deyirik qrip tutmaq və yaxud da taksi tutmaq. Yəni bunlar məcazi mənadadır. Bel də məsələn yaylaqlar, yaylağın beli və yaxud da dağın beli burada da çox mənalıdır. Demək olar ki, C variantında da uyğun gəlir. Məsələn, ulduz sözündə də bir bildiyimiz ulduz, bir də məsələn deyirik onların ulduzu barışdı və yaxud da ki, kino ulduzu. Burada da məcazi mənada işlənə bilər. Yəni C variantında. Çox mənalı sözlər cərgəsi kimi uyğun gəlir. D variantında papaq, karandaş, bunlar ümumiləş sözlərdir. Nəticə omonim kimi işlənir. Daha sonra Y variantında da ana məsələn deyir ana xətt. Məsələn, ana səhifə. Burada məcazi mənada işlənib, çox mənalıdır. Yaş isə yaş omonimdir, ona görə yeni də çıxırıq. Qalır cavabımız A variantı, C variantında uyğun gəlir. Böyük otaq, böyük vəzifə birləşmələrindəki böyük sözü leksik mənasına görə nədir? Böyük otaq həqiqi mənadadır, böyük vəzifə isə məcazi mənadadır. Yəni bunlar çox mənalı sözdür. Hansı cümlədə sifət məcazi mənada işlənib? Sifət. Səhərlər şirin çay içmək faydalıdır. Şirin çay həqiqi mənadadır. Şirin çörək həqiqidir. Soyuq su, bu da həqiqidir. Soyuq külək də həqiqidir. Amma ağır xasiyyət, məsələn, ağır yük desəydik, məsələn, ağır zəmbil desəydik, burada həqiqi mənada olardı. Amma ağır xasiyyət də məcazidir. Qalır cavabımız D variantı. Burada isə deyir feil. Yəni, burada nitq hissələrinin də işlənməsinə fikir vermək lazımdır. Feil deyir, sifəti məsələn məcazi mənada götürəsiz, bu səhv olar. Bu gözəl mənzərəyə baxanda hamı sevinirdi. Hamı sevinirdi, həqiqidir. O hər gün anasını qarşılamağa gedərdi. O gedərdi, həqiqidir. Təbiət adamın üzünə gülürdü. Təbiət necə gülə bilər? Burada feil məcazi mənada işlənib. C variantında. Dostlar şirin söhbət edirdilər. Baxın, burada şirin söhbətdə sifət məcazi mənada işlənib. Feil yox. Ona görə D variantını çıxırıq. Gözətçi yatmamışdı, burada da həqiqidir. Nigar almanı soydu, quldurlar taciri soydular. Nigarın soymağı həqiqidir, quldurların taciri soymağı məcazi mənada işlənib. Bunlardakı soy sözü çox mənalı sözdür. Soy sözü həm də omonim kimi işlənə bilər. Məsələn, soy kök mənasında işlənərsə, onda omonim kimi götürə bilərik. Hər üçü çox mənalı sözdür. A variantında məsələn, sel, su, arx. Arx necə çox mənalı ola bilər? Daha sonra B variantında ayaq, insan, yer. Məsələn, ayaq, insan ayağı, kəndin ayağı burada çox mənalı sözdür. İnsan, yəni çox mənalı və yaxud da omonim söz kimi işlənə bilmir. B-ni çıxırıq. Daha sonra C variantında yağış, qar, bunlar işlənə bilmir. Dolunu məsələn deyə bilərik, dolu sözünü. Deyir ki, insan dolu, məsələn, otaq. Sükut dolu yer, məsələn. Burada çox mənalı söz kimi işlənə bilər, amma yağış, qar bu cərgəni pozur. Daha sonra Y variantını məsələn çəkic sözünə görə çıxa bilərik. D variantına baxaq. Lövhə. Lövhə, həyat lövhəsi, məsələn, burada çox məcazi mənada işlənibdir. Kəsmək, məsələn, sözünü kəsmək və yaxud da ki, kiməsə iş kəsmək ola bilər məcazi mənada. Saymaq sözü də hörmət etmək mənasında. Məsələn, bir var rəqəmləri saymaq, burada həqiqidir, amma hörmət etmək mənasında isə məcazi mənada işlənir. Bu da çox mənalı söz olmuş olur. Qalır cavabımız D variantı. Arxaizmlər cərgəsi, yəni köhnəlmiş sözlər istəyir. Qovun, xırda, çimərlik, bunlar hamısı yəni ümumiləş sözlərdir. Sayru, loğman, otaq. Sayru, xəstə, loğman, həkim mənasında arxaizm ola bilər, amma otaq bu cərgəni pozur. Çuxa, qamçı, qapı. Burada məsələn qapıdır, qamçıdır, ümumiləş sözlərdir. Ələk, qurşaq, arxalıq, ələk. Məsələn, Y variantında us, yey, altun. Us ağıl mənasında, yey yaxşı mənasındadır, altun isə qızıl mənasındadır. Yəni bunlar köhnəlmiş sözlərdir. Qalır cavabımız Y variantı. Arxaizmlər cərgəsi doqqaz, küçə, darvaza mənasındadır. Bu isə dialekt sözdür. Arxaizm, yəni köhnəlmiş söz deyil. Darğa arxaizmdir, taqım isə ümumiləş sözdür, yəni indi də işlənir.
birinci taqım məsələn. Daha sonra divan, nəsnə, ocaq. Nəsnə məsələn əşya mənasında, amma ocaq ümumiləş sözdür. Çuxa, yasavul, dəbilqə. Bunlar yəni arxaizmdir. Çuxa geyimdir. Yasavul da bayaq dedik. Dəbilqə də başa yəni qoyulan geyim mənasındadır. Bunlar köhnəlmiş sözlərdir. 23-də D variantında mənzil ümumiləş sözdür. Sovruq, təlis. Təlis isə dəsmal mənasındadır. Bu isə dialekt sözdür. D-ni çıxırıq. Kəndxuda, vurma, çıxma. Kəndxuda arxaizm ola bilər, amma vurma, çıxma həm termin kimi işlənir, həm də ümumiləş söz kimi işlənir. Qalır cavabımız C variantı. Biri dilçilik terminidir. Dilçilik termini deyir, etimologiyadır. Sözlərin mənşəyini öyrənən, yəni sahəsidir. Digər sözlərdə isə silikat mineral mənasındadır. Fiksaj, bu da kimyada işlənir, kimyəvi məhluldur. Neolit tarixlə bağlıdır, tarix fənni ilə, vəzn isə ədəbiyyat fənni ilə bağlıdır. Dilçilik terminidir. Burada dialektizmdir, dialektləri öyrənən sahəsidir dilçilik termini kimi. Humanizm, hürufizm, realizm. Realizm, məsələn, realizm, romantizm ədəbiyyatda işlənir. Humanizm də məsələn bu sahəyə, ədəbiyyat sahəsinə aid eləmək olar. Daha sonra hürufizm, hürufizm ədəbiyyatla, tarixlə bağlıdır. Bu da sionizm də bir tarixlə bağlıdır, cərəyandır. Qalır cavabımız C variantı. Dilçilik terminidir deyir. Morfologiyadır. Mutasiya biologiya ilə bağlıdır. Miqrasiya insanların köçü mənasındadır. Məsələn, bir yerdən başqa bir yerə köçməyə mənasında ola bilər. Coğrafiya ilə əlaqəlidir daha çox. Mifologiya mifləri öyrənir, yəni dilçiliklə əlaqəsi yoxdur. Seismologiya isə zəlzələlərlə bağlıdır. Bu da coğrafiya sahəsində öyrənilir. Qalır cavabımız A variantıdır. A variantı. Hansı sifət çoxmənalı söz kimi işlənə bilmir? Şabalıdır. Elə cavabımız A variantı şabalıdır. Şabalıdı ən çox rənglə, məsələn, şabalıdır rəng. Yəni, məcazi mənada işlətmək olmur bunu. Qara, məsələn, onun günü qara idi, qara gün. Məcazi mənada da çox mənalı söz olur. Boz adam işlənərsə, burada məcazi mənada çox mənalı sözdür. Soyuqla isti, soyuq hava, isti hava deyərək həqiqi mənada, amma soyuq münasibət və yaxud isti münasibət məcazi mənada, bu da çox mənalı sözdür. Qalır cavabımız A variantı. Hansı feil çox mənalı söz kimi işlənə bilmir? Atmağı bayaq dedik. Məsələn, söz atmaq və yaxud da ki, yəni bu mənada işlənir. Daha sonra bişirmək. Deyirik, başını bişirmək. Burada məcazi mənada işlənə bilir, çox mənalı söz kimi. Çevirmək, məsələn, bir dildən başqa bir dilə çevirmək, tərcümə eləmək. Yumaq isə günahını yumaq, təqsirini yumaq. Burada məcazi mənada işlənir, çox mənalı söz kimi işlənə bilir. Amma hıçqırmaq, məsələn, ağlamaq mənasında ola bilər. Bu həqiqi mənadadır, yəni çox mənalı söz kimi işlənmir. Qalır cavabımız E variantı. Otağın genişliyi və ürək genişliyi sözlərindəki genişlik. Otağın genişliyi həqiqidir, ürək genişliyi isə məcazidir. Yəni bunlar çox mənalı sözlərdir. Qalır cavabımız B. İmtahandan kəsilmək, ağacın kəsilməyi. Ağac kəsilmək həqiqidir, imtahandan kəsilmək isə məcazidir. Çox mənalı sözlərdir. Yəni bir-biri ilə məna yaxınlığı var. Ona görə omonim yox, çox mənalı sözdür. Aşağıdakı terminlərdən hansını qarşısındakı sözlə əvəz eləmək olmaz? Faciə tragediyadır, yəni bir-birini əvəz eləmək olar. Dialoq, mükalimə, iki nəfər arasında olan söhbət, obraz, personaj, komediya, məshəkə. Amma dekorasiya ilə remarka ayrı-ayrı şeylərdir. Məsələn, dekorasiya, yəni hər ikisi drama əsəri ilə bağlıdır. Dekorasiya, məsələn, səhnədə bərbəzək işləri, yəni bunlarla bağlı, dekorasiyasının qurulması ilə bağlıdır. Remarka isə, yəni drama əsərlərində olur, səhnədə oxunmur, yalnız nəsrlə olur. Məsələn, verilir mötərizədə o cəld qalxaraq və yaxud da ki, ona gülümsünərək. Yəni burada aktyorların vəziyyətini göstərə bilər. Yəni bir növ rejissorlara göstəriş rolunda olur. Dekorasiya, remarka ayrı-ayrı şeylərdir. Qalır cavabımız D variantı. Tərkibində iki çox mənalı söz işlənən cümlə. Gəminin burnu hərdən dalğalarla sanki döyüşürdü.
Gəminin burnu, burada bir çox mənalı söz var. Şkafın gözü, stolun ayağı. İkisi də məcazi mənadadır. Qalır cavabımız B variantı. Əsgərlər üst dəstəyə ayrıldılar. Burada yoxdur. Baş həkim. Buradakı baş çox mənalı sözdür. İclasda çıxış etdi, hamını dinlədi. Uşağın şirin danışığı hamını valeh etdi. Şirin danışıqda da burada bu çox mənalı sözdür. Məktuba aparmaq, verilişə aparmaq. Məktuba aparmaq həqiqi mənadadır. Verilişə aparmaq isə məcazidir. Bunlar çox mənalı sözdür. Qalır cavabımız Y variantı. 34-də yalnız terminlərdən ibarət olan cərgəni istəyir. Məhrəba, mişar, suita, neft. Burada suita ola bilər. Musiqi əsəri ilə bağlıdır. Qalanları ümumilikdə sözlərdir. Karikatura, portret, akvarel, not. Not musiqidədir. Akvarel, portret, karikaturada rəssamlıqdadır. Qalır cavabımız B variantı. Lampa, becid, yerpənək, ərişdə. Lampa ilə ərişdə ümumilikdə sözdür. Becid tez mənasında, yerpənək də xiyardır. Bunlar dialekt sözlərdir, yəni terminlər deyil. Saat, lüğət, zərf, sənət. Zərf həm ümumilikdə söz, həm də yəni termin kimi işlənə bilər, amma qalanları ümumilikdə sözlərdir. Dəniz, ixtisas, həyat, namərd, yəni də burada termin yoxdur. Arxaizmlər cərgəsini müəyyən eləyin. Yanacaq, çırpı, odun, bunlar hamısı ümumilikdə sözlərdir. Dəsmal, döşəmə, tavan, girvənkə, us, uçmaq. Uçmaq cənnət mənasında, us, ağıl, girvənkə də pul vahididir. Qalır cavabımız B variantı. Qapı, qarmaq, qonur, sürü, qoyun, quzu, bunlar da ümumilikdə sözlərdir. Üz sözü hansı cümlədə məcazi mənada işlənmişdir? Kişi danışdıqca üzü qızarırdı, yəni üzü sifəti qızarırdı. Bu həqiqi mənadadır. Uşağın üzü, gözü toz içində idi. Uşağın üzü həqiqi mənadadır. Üzündən bilinirdi ki, bərk sevinir. Yəni insanın üzünə baxanda bilinir ki, bərk sevinir. Burada yenə həqiqi mənada işlənib. Elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur. Üzü yoxdur, yəni insan içinə çıxa bilmir. Bu o demək deyil ki, həqiqətən onun üzü yoxdur. Burada məcazi mənada işlənibdir. Qalır cavabımız D variantı. Dənizçinin üzü gündən qaralmışdı. Burada da həqiqi mənadadır. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nədir? Səhərin də gözü var, günəşlə bir açılır, bulağın da gözü var. Səhərin gözü, bulağın gözü. Bunlar məcazi mənadadır, çox mənalı sözdür. Əyilməkdir ağlamağın tərs üzü, dərdi dartıb üzməyəni dərd üzür. Altına xətt çəkilmiş sözlərin kökünü deyir. Semantik baxımdan nədir? Tərs üzü, burada üz, dərd üzür, burada da üz. Üz həm çox mənalı söz kimi işlənə bilir, həm də homonim kimi işlənə bilir. Qalır cavabımız D variantı. Üz, məsələn, insanın üzü, suyun üzü, südün üzü. Buradakı üz məcazi mənada, həm də həqiqi mənada işlənə bilir. Çox mənalı sözdür. İnsanın üzü ilə, məsələn, hər dənizdə üzmək. Burada isə yəni onlar arasında həm məna əlaqəsi yoxdur. Bir-birindən tamamilə fərqli mənalardadır. Həm də yəni nitq hissələri baxımından fərqlidir. Homonimlər həm eyni, həm də fərqli nitq hissəsinə aid ola bilər. Bu baxımdan həm də üz, yəni insan üzü ilə üzmək feili homonim kimi işlənə bilər. Deməli, həm homonim, həm də çox mənalı söz. Adət budur, yar xəbərin yar alar. Yar, mənim yarım zəif canım yaralar. Yer bəyirdən sızıldaşar yaralar. Buradakı sözlərin kökü yar və yaralardakı da yarmaq feili. Sızıldaşar yaralar, burada da yarmaq feili. Burada da yenə yarmaq, yar həm çox mənalı, həm də homonim kimi işlənə bilir. Bir var yar, məsələn, nəysə yarmaq. Bir də yar, sevgili canan mənasında. Bunlar bir-birindən homonimdir. Sevgili canan mənası ilə yarmaq. Yarmaq sözünün özü həm də çox mənalı söz kimi işlənə bilir. Məsələn, yarmaq deyir, müdafiə xəttini yarıb keçdilər. Və yaxud da ki, evi yarmaq, qarət eləmək mənasında. Burada da çox mənalı söz kimi işlənə bilir. Qalır cavabımız D variantı. Həm homonim, həm də çox mənalı söz. Səhv fikirdir. Dilimizdəki sözlər leksik mənaya malik olub-olmamasına görə iki yerə bölünür. Yəni sözün həm leksik mənası, bir də qrammatik mənası ola bilər. Bəzi sözlər həm həqiqi, həm də məcazi mənaya malik olur. Doğrudur. Sözün ifadə etdiyi ilkin məna onun məcazi mənası adlanır. İlkin məna onun həqiqi mənasıdır.
məcazi məna deyil, həqiqi mənasıdır. Qalır cavabımız C variantı. Bəzi sözlər çox mənalı ola bilir, doğrudur. Bayaqdan deyirik elə. İzahlı lüğətdə sözlərin leksik mənaları şərh olunur. Bu da doğrudur. Yəni izah olunur. Qalır cavabımız C variantı. 41-ci sual. Uyğun ifadə ilə cümləni tamamlayın. Çoxmənalı sözlər omonimlərdən fərqli olaraq, yəni çoxmənalı sözlərdə olsun, omonimlərdən fərqli xüsusiyyəti olsun. Yazılışı və deyilişi müxtəlif olur. Çoxmənalı sözlərdə, omonimlərdə hər ikisində yazılışı ilə deyilişi eyni olan sözlər olur. Məsələn, kök. Amma onların mənası fərqli olur. Yazılışı ilə deyilişi eyni olur. A-nı çıxırıq, yəni hər ikisində görə səhvdir. Tamamilə fərqli mənalar bildirir. Bu omonimlərə aiddir, çoxmənalı sözə aid deyil. Fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır. Nitqdə yersiz təkrarların qarşısını alır. Bu sinonimlərə aiddir, heç birisinə aid deyil. Bədii ədəbiyyatda cins qafiyə yaratmağa xidmət eləyir. Bu omonimlərə aiddir. Eyni nitq hissəsinə aid olur. Bu çoxmənalı sözə aiddir. Çoxmənalı sözlər həmişə eyni nitq hissəsinə aid olur. Burada həmişə yazsaydılar daha doğru olardı. Həmişə eyni nitq hissəsinə aid olur. Amma omonimlərdə eyni nitq hissəsinə də aid ola bilər, başqa müxtəlif nitq hissəsinə də aid ola bilər. Çoxmənalı söz deyil. Burun çoxmənalıdır. Məsələn, insanın burnu həqiqi mənada, çəkmənin burnu məcazi mənada. Çəkmək, şəklini çəkmək həqiqi mənada, məsələn, kiməsə oxşamaq mənasında ola bilər, ona çəkirdi, məsələn, anasına çəkirdi və yaxud da qəm çəkmək. Bunlar məcazi mənada da çoxmənalı sözdür. Kök bayaq dedik, çoxmənalılığını, ətəyi də dedik, məsələn, dağın ətəyi. Amma qayın sözü yalnız omonim kimi işlənə bilir, çoxmənalı söz deyil. Qayın ağac mənasında, qayın ağacı, bir də qayın qohumluq bildirən söz mənasında. Qalır cavabımız B. Çoxmənalı söz deyil. Tutmağı dedik bayaq, ətəyi də dedik, ayaq, məsələn, kəndin ayağı, qaş da, məsələn, yəhərin qaşı. Bunlar çoxmənalı söz kimi işlənir, amma şam, məsələn, şam yeməyi, daha sonra şam ağacı, bunlar yalnız omonim kimi işlənir. Qalır cavabımız B variantı. Cümlələrin birində həm köhnəlmiş, həm də ümumiləş söz kimi təhlil edilə bilən söz var. Yəni sözü cümlədə sözə baxanda həm mənasına görə ümumiləş söz kimi işlənir, həm də köhnəlmiş söz kimi. Koroğlu dəliləri azğın feodallara qarşı mübarizə aparırdı. Koroğlunun, yəni igidləri mənasındadır. Bizim bildiyimiz dəli mənasında deyil, bir mənada işlənibdir. Ona görə A-nı çıxırıq. Xəstəlik görməyəsən, əsən, yaşayasan, yəni sağ-salamat. Burada köhnəlmiş sözdür. Bir mənadadır. Müəllim uşaqları dərnəyə göndərdi. Burada köhnəlmiş söz yoxdur. Ağsaqqallı babanın yeri uçmaq olsun, yəni cənnət olsun. Burada da bir mənada işlənibdir. Yazıya baxanda adam fərəh hissi keçirir. Yazıya baxanda bir var, yəni insan yazı yazıb, ümumiləş söz kimi və həmin yazıya baxırsan, adam fərəh hissi keçirir, yəni qəşəng yazıb. Bir də var, yazı köhnəlmiş söz kimi çöl mənasındadır. Yəni yazıya baxanda deyir, çölə baxanda adam fərəh hissi keçirir. Bir də bu mənada işlənir. Yəni həm köhnəlmiş söz, həm də ümumiləş söz kimi təhlil edilə bilir. Qalır cavabımız Y variantı. Göz sözü hansı sözlərlə birləşəndə məcazi məna bildirir? Balığın gözü həqiqidir. Dolabın gözü məcazi, bulağın gözü, bir də səhərin gözü. Qalır cavabımız 2, 3, 4. Daha sonra yalnız uşağın gözü isə həqiqi mənadadır. Yalnız termin kimi işlənən sözlərdir. Sintaksis dilçilikdə işlənən termindir. Yəni başqa ümumiləş mənada biz bunu görmürük. Surət bir var, ədəbiyyatda işlənə bilər. Bir də onun surəti, cizgisi, yəni yadımda idi. Həqiqi mənada, yəni ümumiləş söz kimi işlənə bilir. İkini çıxırıq. Orfoqrafiyada dilçilikdə işlənəndir. Sözlərin düzgün yazılış qaydalarını öyrənir. Yəni yalnız bu mənada işlədirik termin kimi. Sinekdoxada ədəbiyyatda işlənən termindir. Bucaq bir var, riyaziyyatda da işlənir termin kimi. Bir də evin küncü bucağı mənasında ümumiləş söz kimi işlənir. Xəbər məsələn o mənə bunu xəbər verdi, xəbər elədi. Həqiqi mənada ümumiləş söz kimi işlənə bilir daha doğrusu. Enerji həm fizikada işlənir, həm də deyir onun enerjisi çox idi, yəni pozitiv idi. Burada isə ümumiləş söz kimi işlənə bilir. Qalır cavabımız 1-3-6, yalnız termin kimi. Daha sonra 47-ci sualda kök, məsələn kök işlənə bilir, kök şəkilçi. Yəni Azərbaycan dilində termin kimi işlənə bilər, amma ağacın kökü mənasında burada ümumiləş söz kimi işlənə bilir. Dil, insanın dili, yəni burada da ümumiləş söz kimi işlənir. Folklor, bu ədəbiyyatda işlənir termindir. Surəti bayaq dedik, həm ümumiləş söz kimi işlənə bilər, xəbər də eynən.
Fiksaj sözü, yəni bu termindir, altın var. Orfoepiyada yalnız termin kimi işlənən sözün tələffüz qaydalarından bəhs eləyir. Qalır cavabımız 3, 6, 7. Daha sonra 48-də yalnız termin kimi işlənənlər sifət, məsələn, sifət Azərbaycan dilində termin kimi işlənə bilir, isim sifət. Bir də insanın sifəti mənasında burada ümumilikdə söz kimi işlənə bilir. Akvarel bu rəssamlıqda işlənir termindir. Tuyuq, rübai bu ədəbiyyatda işlənən termindir. Antonim bu da Azərbaycan dilində, yəni kiçik terminidir. Ada ümumilikdə söz kimi də işlənə bilir. Boğaz, insanın boğazı, enerji yenə burada da ümumilikdə söz kimi işlənir. Yalnız termin kimi işlənən sözlərdir. Yenə bucaq, evin üçüncü bucağı mənasında işlənə bilir. Leksika, dilçilikdə işlənir yalnız. Bölmə, riyaziyyatda da işlənə bilir. Yəni ümumilikdə söz kimi də işlənə bilir. 3-ü çıxırıq. Frazeologiya yenə termindir yalnız. Daha sonra relyef, bu da termindir. Ahəng, məsələn, ahəng, onun ahəngi, musiqinin ahəngi ümumilikdə söz kimi işlənə bilir. Zərf də nitq hissəsi kimi işlənir. Bir də zərf bağlama mənasında ümumilikdə söz kimi işlənir. Qalır cavabımız 2, 4, 5. Nümunədə hansı misralardakı işarələnmiş sözlər həqiqi mənada işlənib? Mən istəyirəm, bu həqiqidir. Buludlar ağlasın, bulud yəni ağlaya bilməz, bu məcazidir. Uşaqlar ağlamasın, bu həqiqidir. Yanğınlar sönsün, yanğınlar sönə bilər, həqiqidir. Ümidlər sönməsin, bu isə məcazi mənadadır. Qalır cavabımız 1, 3, 4. 51-ci sualda isə ağır sözü deyir, verilənlərdən hansı ilə söz birləşməsi yaradarkən həm həqiqi, həm də məcazi mənada düşünə bilərik. Ağır yük. Biri var, ağır yük, ağır zəmbil, onu qaldıra bilmirdim. Bu həqiqi mənadadır. Bir də var, deyir, onun çiyinlərində ağır yük var idi. Yəni, məsələn, ailəsinə baxırdı və yaxud da ki, nəsə də ağır yük var idi. Burada məcazi mənada işlənir. Həm də həqiqi mənada işlənə bilir. Bir var. Çanta, ağır çanta, yəni burada həqiqi mənada işlənir, məcazi mənada işlədə bilmirik. Ağır adam, bir var, çəkisinə görə ağırdır. Burada həqiqidir. Bir də var ağır adam, yəni ağır adam, yüngül adam, bu mənada ağır təbiətli adam. Burada isə məcazi mənada işlənir. 3 var. Daş, ağır daş, burada həqiqi mənadadır. Yəni məcazi mənada işlədə bilmirik. Ağır zəmbil də həqiqi mənadadır. Yəni məcazi mənada işlənmir. Amma ağır yük dediyimiz kimi, məsələn, deyir, çiyinlərində ağır yük var idi, çox ağır yük var idi. Burada məcazi mənada işlənir. Qalır cavabımız 1 ilə 3. Bu da sözün həqiqi məcazi mənası, terminlərin, arxaizmlərlə bağlı olan testin izahidir. Digər test izahlarında görüşərik. Sağ olun.